Bu video yalnızca bilgilendirme ve eğitim amacıyla hazırlanmıştır. Videoda gösterilen tüm içerikler yasal ve güvenilir kaynaklardan elde edilmiştir. Amacımız izleyicilere doğru ve güvenilir bilgiler sunmaktır. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu gündən yepyeni bir videodan sizlərin qarşınızdayım. Yenə də bir mükəmməl bir gündən, çox gözəl bir gündən sizlərə çox super bir proqram tanıtmaq istəyirəm. Əziz dostlar, evinizdə türk kanallarına sadəcə proqram yükləyərəkdən baxmaq istəyirsinizsə, bu video sizlərdən ötürdür. Bu videoda çox adam bu proqramı tanıyacaqdır. Zəhmət olmasa tanısalar belə kanalımıza axıracan izləsinlər. Bütün bu verdiğimiz proqramlar hamısı sadəcə bilgiləndirmə məqsədi ilə paylaşılmış videolardır. Heç bir qeyri-qanuni şəkildə videolar bizim kanalımızda paylaşılmır. Zəhmət olmasa buradakı biz paylaşdığımız proqramları rahatlıqla bütün televizorunuza rahat bir şəkildə yükləyə bilərsiniz. Əziz izləyicilər. Əziz izləyicilər. İlk öncə bizim bir türk qardaşımız var. Çox təşəkkür edirəm ona. Google bir driver yaradıbdır. Həmin buradan çox izləyirsə təşəkkür edirəm. Giriş son versiya sürümlərini həmin o driverdən birbaşa yükləyə bilərsiniz. İndi iki cür yükləyəcəm. Biri var Google Chrome vasitəsilə. Google Chrome proqramını birbaşa yüklüyorsunuz. Burada Google Chrome girdikdən sonra deməli buradan mouse siçanıyla oku basırsınız yazmaq üçün. Birinci driverdən yükləyəcəm. Sonra isə hansı web saytından yükləmək lazımdır sizlərə onu göstərəcəm. Nəzərinizə çatdırım ki, bu proqram rəsmi web saytı çox az təşkil edir. Hər qavarınıza girdiyinizdə, yükləmək istədiyinizdə Google-dan kənarda bunu güvəndiyiniz antivirus proqramından tarayıcıdan keçməyinizi sizlərə məsləhət görürəm. Tək türk kanalları deyil. Burada həm də filmlərə, filmlərə gönül rahatlığından baxa bilərsiniz. Rahat bir şəkildə işlədəcəksiniz. Əziz izləyicilər, deməli Samsung və LG televizorları bu videonu izləyirsinizsə, əgər maraqlı gəlirsə bizim söhbətlərimiz, yəni axıracan izləsinlər zəhmət olmasa. Çünki bu proqram sizlər üçün deyil. Sadəcə Android TV Box və TV-lər üçündür. Deməli, bir qardaşımızın yazdığı bit driverinə girəcəyik. Çox güman ki, həmin o driveri burada slash işarəsi Cinetic bunu yazaraqdan birbaşa giriş eləyə bilərsiniz həmin o driverə. Elə driverin özü gəldi. Birbaşa 6128. Əziz izləyicilər, biraz video ara verməyə məcbur qaldım. Çünki çəkə bilmədim videonu. İndi artıq davam edirik. Əziz izləyicilər, deməli Inat TV Box'u necə indirmək lazımdır? Bəyəxanım mən Play Marketdə göstərdim. Ən asan yolunu sizlərə başa salıram. Girirsiniz ilk öncə buradan Downloader proqramını yüklüyorsunuz. Downloader, bax bu proqramı yüklüyorsunuz. Belə də yazılır. Downloader sözünü yüklüyorsunuz. Bax bu proqramı yüklüyorsunuz. Bu proqramı yüklədikdən sonra bu proqramı açırsınız. Və bunun burası bir kardeşimiz, türk kardeşimiz bir dənə drive adres paylaşıbdır. Sine bit.ly. Bunu çox güman ki, bu hissəni burada sarı hərflərdən ya qırmızı hərflərdən sağ köşdə qoyacam. Ora dəqiq şəkildə baxın. bit.ly drop işarəsi Cinetic. Burada əziz izləyicilər güncəl versiyasını tapa bilərsiniz. Hər hansı bir proqramdan güncəl versiyası yükləməsəniz, həmin oradakı bəzi proqramlar çalışmaya bilərsin. Çalışın ən son versiyası. Səhv yazdım. Cinetic.
61-28. Bunu yükləyirsiniz. Nəzərinizə çatdırım. Hər hansı bir Google-dan kənarda bir proqram yükləyərsəm, yükləyən zaman yüklədikdən sonra artıq Drive adresinə girmiş bulunmaqdayıq. Buradan bizə aid olan inat bölməsini tapırıq və bunun üzərindən oku basırıq. Diqqətli şəkildə izləyin, zəhmət olmasa, və ən son versiya olan, bax, bunun üzərinə basdıqdan sonra artıq bunu yükləməyə başlayırıq. Diqqətli şəkildə baxın. Sağ köşkdə indir butonu var. Bunun üzərinə bastıq. Və yaxud da burada göy hərf ortada olan üzərinə indirin sözünü basırsınız və artıq indirməyə başlayacaqdır. Diqqətli şəkildə baxın. Sonra isə bunun üzərinə basırsınız. Download away. Diqqətli şəkildə baxın. İnternetim biraz zəif olduğu üçün, bu günlərim internet zəif olduğu üçün biraz gec yükləyəcəkdir. Yəni ondan heç bir narahat olmayın. Siz evinizdə nətər vuracaqsınız, həmin dəqiqəsi yüklənəcəkdir. Bəzi qardaşlar var. Əziz dostlar, bu Cinetekdir. Cinetekdə də yükləmək olur və özüm bayaqdan araşdırıram ki, hansını da daha tez yükləyə bilərsiniz. Deməli, bir dənə sayt tapdım. Öz rəsmi web saytıdır, yazılıbdır. Deməli, saytın ismini hal-hazırda sağ tərəfdə, sol tərəfdə ya sağ tərəfdə qırmızı hərflərdən qoyacağım. Deməli, sayt nədir? İndir. Rəsmi saytıdır, bəli. Bəzi insanlar var, soruşacaq ki, rəsmi saytımı. Ümumiyyətcə, hər hansı bir proqram yükləyirsinizsə, onun rəsmi saytından yükləməyə çalışın, əziz dostlar. Inatbox. Inatbox APK. .com.tr. Bax, həmin bu saytdır. Bunun öz rəsmi saytı. Bəli, bu saytdır. Artıq buradan Siçanından, Cinetekdən də yükləmək olur. Yəni, Cinetekdən yükləmək istəyənlər varsa, birbaşa Cinetekdən, əgər oradan yükləyə bilməyənlər varsa, buradan girib rahatlıqla yükləyə bilərlər. Bayaqdan araşdırıram, burada necə var, necə şəkildə var, sizlərə onların hamısını birəbir şəkildə. Onun üzərinə basdıqdan sonra Inatbox sözünü, indir sözünü basırsınız və Siçanından aşağı düşürsünüz və burada son sürüm olan sol tərəfdə, əgər Pro-nu indirmək istəsəniz, sağ tərəfdəkini indirirsiniz, Pro-suzu indirmək istəyirsinizsə, Prosuz V14 şimdi indir sözünü birbaşa basırsınız və sizi birbaşa Mediafire sayfasına turlayacaqdır və Inatbox V14-ü birbaşa vurub yükləməlisiniz və burada yükləyən zaman biraz gözləyəcəksiniz və downloader sözünü basacaqsınız. Və artıq sizdən soruşur ki, bu növ device yükləmək və yaddaşda saxlamaq istəyirsinizmi? OK sözünü basırsınız və artıq yükləyəcəkdir. Və altda open sözü yazacaqdır. Mouse'un üzərindən birbaşa sözün üzərinə gəlib open sözünü basırsınız. Unknown bilgiləri aktiv eləyirsiniz və install sözünü birbaşa basacaqsınız. Diqqətli şəkildə baxın və artıq open sözünü üzərinə basdıqdan sonra birbaşa proqramın içərisinə giriş eləyəcəkdir. Bizdə internet zəif olduğu üçün çox güman ki, bu hissəni mən sizlərə göstərə bilməyəcəm. Həddindən artıq çox zəif şəkildə işləyir internet. Proqramı indirdikdən sonra listə bir
TR sözü gəlir, listə 2 TR sözü gəlir. Yəni oradan bir vuraraqdan kanallarımızı izləyə bilərsiniz. Və yaxud da istədiyiniz bütün hər şey burada mövcuddur. Görün buradan bizim də istədiyimiz bütün proqramlar açıq şəkildə gidiyormu? Evet, artıq açdı. İndi səsini qısıram birbaşa. Mən bu verdiyim saytdan birbaşa yükləyin. Həqiqətən istədiniz və bizə lazım olan mor kanallar. Artıq görək mor kanallar işləyirmi? Çox adamlar bunu soruşur ki, necə aktiv eləyə bilərsən? Artıq işləyir və ən alt hissəsində də birbaşa dəyişdirə bilərsiniz. Məsəl üçün artıq başqa bir kanala keçdim. Bu hissələri artıq göstərməyəcəm sizlərə. Üçüncü kanala keçdim. Rahat şəkildə izləyə biləcəksiniz bir proqramdır. Bəzi adamlar vardı, sual verirdi ki, bundan qabaqki proqramı artıq çıxmaq olmur. Yəni bu proqramla rahat bir şəkildə girə bilərsiniz. Amma çox təəssüflər olsun ki, Azərbaycan kanalları yoxdur burada. Yəni Azərbaycan kanalı burada istəməyin, zəhmət olmasa. Nəysə, internet zəif olduğu üçün artıq ulusal da var burada. Bütün hər bir şey, yəni istədiyiniz bütün hər şey var. Zəhmət olmasa diqqətli şəkildə baxın. Sadəcə bir dənə sorunu var, o da tez-tez reklam çıxmaqdır. Reklamı da ki, baxmalısınız ki, orada onlar qazanc əldə eləsin. Hər şey əla bir şəkildə işləyir. Əziz dostlar, kanalımızı, videolarımızı bəyəndinizsə, kanalımıza abunə olun, like qoyun. Hər hansı bir sözünüz varsa, sualınız varsa yorumlar şəkildə bildirin. Bizlər, yəni sizlərə hər zaman burada dəstəyik. Yorumlar şəkildə bildirin. Zəhmət olmasa WhatsApp-a yazmayın. WhatsApp-a necə yazmaq olduğunu yorumlarda sabitləyəcəm. İzləmədə qalın. Hələlik.